Montenegronun paytaxtı Podgoritsada cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın 3-cü günündə də Azərbaycan millisinin üzvləri fəxri kürsüdə yer almağı bacarıblar. Onlardan Zelim Tıçkayev və Murad Fətiyev bürüncə sahib olub. 81 kiloqramda Zelim yarımfinalda Tato Qriqalaşvili ilə bacarmayıb. Tıçkayev bürünc medal uğrunda Petru Pelivanla üz-üzə gəlib. Medalın taleyinə əlavə dəqiqələrdə aydınlıq gəlib. Cüdoçumuz İpponla bürüncə sahib çıxıb. Bu, mənim Azərbaycan üçün qazandığım ilk rəsmi medaldır. Buna görə çox şadam. Çoxları bilir ki, mən legionerəm, Rusiyadan gəlmişəm. Lakin çoxdandır ki, çıxış edirəm. 7 ilə yaxındır ki, Azərbaycanda yaşayıram. Hesab edirəm ki, artıq assimilyasiya olmuşam. Medalı həm Azərbaycan Cüdo Federasiyası, həm də özüm üçün qazandığıma görə çox məmnunam. Bundan sonra dünya çempionatına hazırlaşacağıq. 90 kiloqramda Murad Fətiyev yarımfinalda Kristian Parlati ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib. Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matey ilə yarışıb. Murad da həlledici döyüşdə İpponla qalib gələrək 3-cü yeri tutub. Digər təmsilçilərimizdən Ömər Rəcəbli 8də 1 finalda mübarizəni dayandırıb. Qadınlardan 70 kiloqram çəki dərəcəsində Günel Həsənli və Südabə Ağayeva medalçılar sırasına düşə bilməyib. Avropa çempionatına aprelin 27-sində yekun vurulacaq.